Qonağımız Variologiya və İnteqrativ Təbabət Mərkəzinin rəhbəri onkopsixoloq İbrahim Əsədidir. Doktor, bir çox nüansları biz qeyd elədik. Əgər kimdəsə onkoloji xəstəliyi varsa, xüsusən də misal üçün süd vəzində bu problem varsa, təbii ki, xanımlardan söhbət gedir. Təbii ki, kişilərdə də olur bəzi hallarda. Hə, ginekamastiya ola bilər. Bəli, amma xanımlara daha çox xanımlarda süd vəzi xərçəngidir, kişilərdə döş vəzi xərçəngi belə gedir səhvimizə, düzdürmü? Varsa narahat olmasınlar, təşvişə düşməsinlər. Bu həyatın sonudur demək deyil, dəyərli xanımlarımız. Ümumiyyətlə, xərçəngdən, onkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşlarımız, bütün dünya, xərçəng həyatın sonu demək deyil. Bu bizə necə təqdim oluna bilər ki, bəli, xərçəng, ay, vahimə, dəhşət, belə deyil. Icebergin görünməyən tərəfləri var. Biz bugün o görünməyən tərəflərini müzakirə edirik. Yəni, azından Allah dərd versə dərman da var, amma bayaq da qeyd edədiyimiz kimi təmiz gəldikləri təqdirdə, təmiz nəyə deyirik? Yəni, hər hansı bir ximioterapiya almadıqları təqdirdə biz, yəni natropatik müalicə üsulu ilə 100% zəmanət veririk ki, o insanlar dərdinin dərmanı tapacaqlar. Amma süd vəzi xərçənginə inşallah gələn cümə günü ətraflı danışacaq. Çünki gələn cümə günü artıq oktyabr ayının 2-si olacaq və biz Çəhrayı lent ayını artıq açıq elan eləmiş olacağıq sizin sayənizdə. Əminəm ki, bir çoxlarının elə incə damarlarına toxunacaq. Amma proqramımıza hələ ki qaldığımız yerdən davam edirik. Qaldığımız yerdən davam edirik. Gəlin artıq müalicə üsullarına keçək. Düzdür, biz ilk olaraq dedik ki, beyin təmizlənməlidir. Beyin ruhsal, beyin hər bir şey qaydasında olmalıdır ki, daha sonra orqanizmimizə təsir edə bilək. Ümumiyyətlə, beyinlə xərçəngə necə qalib gəlmək mümkün? Tam elə deyil. İlk və sonra söhbəti getmir. Burada eyni zamanda... Eyni zamanda, daha doğrusu bəli. Eyni zamanda biz təsir eləməliyik həm bədənə, həm zehniyyətə, həm ruha. Çünki insan eyni anda bir varlıqdır. Onu bölmək o qədər də düzgün deyil. Ona görə də bizim müalicə üsullara gəldikdə mən bizim prinsiplərimizdən deyəcəm. İlk növbədə düşüncə araşdırılmalıdır ki, hansı stres nəticəsində bu yaranıbdır. İkinci, insanın beynində əgər hansı bir qorxular varsa, o qorxuları yığışdırırıq. Və üçüncü növbədə və eyni əhəmiyyətli bədəni təmizləyirik. Bədəni təmizlədikdə biz həm sistem vasitəsilə biz bunları eləyə bilirik, imalələr vasitəsilə bunu eləyə bilirik, müəyyən vannaların qəbul olunmasında bunu eləmək olur. Ondan sonra ikinci variantda biz əgər yoxluyuruq, bizim xüsusi diaqnostik üsullarımız var və biz baxırıq ki, insanda daha çox qələvilikdirmi bədəndə, ya turşuluqdurmu? Turşuluq çox olanda biz ona xüsusi pəhriz veririk, qələvilik pəhrizi veririk, mütləq qida ilə də tənzimlənirik və nəhayət bədəndə oksigenin artırılmasını təmin edirik. Bu həm idmanla ola bilər, xüsusi gəzintilərlə ola bilər və xüsusi tibbi üsullar da var ki, hansı ki, şükürlər olsun ki, Azərbaycanda bugün də mümkündür.